Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Müqəddəs İslam şəriətində nəcis sayılanlardan biri də kafirdir. Kafirin bütün bədən üzvləri, hətta ruhsuz üzvləri də nəcisdir. Yəni, bütün bədəni nəcisdir. İt və donuz kimi. Kafir də tamam nəcis sayılır. Tükü də, dırnağı da, dişi də, hər bir üzvü. İslam dininə görə kafir ya usulü dinin bir prinsipini inkar etdiyinə görə kafir olur. Usulü din 5'dir. Ya da dinin zəruri məsələlərindən birini, namazdır, orucdur, həcdir, bunlardan birini inkar etdiyinə görə kafir olur. Deməli, İslam dininin təməl prinsiplərindən birini inkar edən kafirdir və nəcisdir. Təməl prinsiplər hansılardır? Məsələn, bu usulü dində nəyi inkar edərsə kafirdir? Tohiddə, birinci tohiddir. Tohiddə Allahın varlığına əgər biri inkar edərsə, yəni ateistdir, materyalistdir, deyir ki, Allah yoxdur. Bu kafir və nəcisdir. Allahın təkliyini inkar edib və Allaha birini şərik qoşarsa, deyər ki, Allah da var, amma Allah kimi başqa birisi də var. Allahın şərikini ortaya gətirər. Bu da kafir və nəcisdir. Allahın rübubiyyətini inkar edərsə biri, Allah Rabbul Alemindir. Hər kəs deyər ki, Allahdan başqa pərverdigar var ki, bu iş aləmdəki, həyatdakı bu işləri idarə edir. O da kafir və nəcisdir. Nübüvvətdə əgər biri Allahın peyğəmbərlərindən hər hansı birini ki, məlumdur ki, bu şəxs peyğəmbərdir, onu inkar edərsə, həmçinin İslam peyğəmbərini, Həzrəti Məhəmməd sallallahu aleyhi və alihi və səlləmi biri inkar edərsə, bu da kafir və nəcis sayılır. Ümumiyyətlə, biri gəlib deyə ki, Allah var, amma peyğəmbər göndərməyib. Peyğəmbərləri qəbul eləmir. Peyğəmbərliyi ümumiyyətlə qəbul eləmir. Deyir ki, Allahın heç bir elçisi yoxdur. Var, belə insanlar var, bunlara deist deyilir. Ateistlər var, ümumiyyətlə Allahı inkar edir. Bir də var deistlər, teistlər. Teistlər deyir, Allah var, amma Allahın peyğəmbəri yoxdur, kitab göndərməyib. Bu aləmi də Allah özü idarə eləmir. Elə mexanizmdə qurub, qoyub kənara, o özünü idarə edir daxildən. Belələri də var. Belə insanlar İslam dininə görə kafir və nəcis sayılırlar. Həmin ateistin elə bil ki, biraz yumşaq forması. Yəni, deyir ki, Allah var, amma heç nəyə qarışmır. Həzrəti Məhəmməd sallallahu aleyhi və alihi və səlləmin peyğəmbərliyini qəbul edib, amma o həzrətin dinində olmayan şəxs müsəlman sayılmır. Təklifi Allahadır. Bu təqdirdə əhli kitab, yəni kitab əhli, Yahudilər, Məsihilər, Zərdüştilər, Sabiinlər, əgər təsdiq olunsa, bu da peyğəmbər olub, buddistlər, bunlar zatən pakdılar. Yəni, təharətə məhkumdular. Əgər bilməsək ki, bunlar haradaysa Allaha şərik qoşurlar və yaxud da Allahı inkar edirlər.
ibtidai şəkildə bu kitab əhli zatən pakdır. İslam şəriətinə görə, Ayətullah Uzma Seyyid Əli Xameneyinin nəzərinə görə. Məadda, məadı, axirəti, axirət həyatını inkar edənlər də kafir və nəcisdirlər. Çünki Quran ayələrində də var. Allaha iman gətirib, bir də axirətə iman gətirənlər şərt qoyur, qeyd vurur. İmamətdə kimlər kafir sayılır? Bir dəstə var, qulat deyirlər onlara. Quluv edənlər, qalilər. Yəni, gəlir deyir ki, imam Allahdır. Nəuzubillah. Həzrət Əli əleyhissalamı Allah bilir. Əli Allahlar olub. İndi də rast gəlinir. Ümumiyyətlə, məsum imamlardan hər hansı birini kimisə Allah səviyyəsinə qaldıra və etiqadı bu ola ki, o Allahdır, kafir və nəcisdir. Xəvaric və nasibilər. Yəni, o şəxsləri ki, üzdə özlərinə müsəlman deyirlər, amma məsum imamlardan birinin ünvanına nasaza deyir və haqqında hörmətsizlik eləyir. Bunlar da kafir və nəcisdirlər. Mürtədlər, İslam dininə görə, müqəddəs şəriətə görə, o kəsi ki, mürtəd ola, mürtəd yəni o kəsə deyilir, əvvəl müsəlman idi, sonra dinindən dönür, qeyri-müsəlman olur. Bu da kafir və nəcisdir. Məsələn, misal olaraq bəhailəri deyək. Bir dəstə var, zümrə var, azğın zümrə, sayları da indi çoxalıb dünyada, güclü imkanlar da ələ gətirə biliblər və nüfuz qüdrətinə malikdirlər bəzi siyasi dairələrdə. Bunlar da müsəlman idilər, sonra döndülər. Haradaysa bir 2 əsr bundan qabaq. Bəhailər, yəni mərufdur bəzi ölkələrdə. Bunlar da kafir və nəcisdir. Quranlar yox. Quranlar yox. Onlar deyirlər ki, Məhəmməd ibn Əbdu, Əli ibn Məhəmməd olub, Seyyid olub. O, peyğəmbər idi. Biz deyirik ki, buna qayılır ki, Həzrəti Məhəmməd sallallahu aleyhi və aleyhi və səlləmdən sonra peyğəmbərlik dayanıb. Xatamul Ənbiyadır. Onlar deyirlər ki, bir şəxs olub, Əli ibn Məhəmməd Şirazi. O peyğəmbər idi. Sonra onun 2 şagirdi oldu. Onlar da onun dinin davam elədilər. Yeni din gətirdilər ortaya. Bəli? Xeyr. Bəhailər ayrıdır, Vəhabilər ayrıdır. Babilər olub Bəhailərdir, bəli. Babilər Bəhailərdir. Bunlar İslam ümmətinin dairəsindən xaric olublar, ona görə də kafir və nəcis sayılırlar. Mürtədd olublar dindən. Sonra dinin zəruri məsələlərini inkar edib dananlar. Məsələn, gələ deyək ki, dində namaz yoxdur, dində oruc yoxdur, həc yoxdur. Əgər müsəlmanlar namaz qılırlarsa da düz eləmirlər. Bu cür insan, hətta özünə müsəlman da deyə bilər. Bu cür insan ki, dinin zəruri məsələsini, vacibatını danır, inkar eləyir, kafir və nəcisdir. Amma o şəxslər ki, namaz qılmırlar, oruc tutmurlar, o vacibata əməl etmirlər, amma onu inkar da eləmirlər. Demirlər ki, namaz yoxdur, oruc yoxdur, həc yoxdur. Bunu demirlər. Bunu qəbul eləyirlər. Onlar müsəlmandır. Yəni, onlara kafir demək olmaz. İslam şəriətinə görə, dininə görə o şəxsi ki, o namazı, orucu və dinin furuatından zəruri bir əməli dana, inkar eləyə, rədd eləyə, o da kafirlər zümrəsinə daxil olur. Salavat Peyğəmbər, Ali Peyğəmbərə. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Bunu da qeyd eləyim. Kafirlər zatən nəcisdirlər. Əgər rütubəti bir yerə sirayət eləyərsə, oranda nəcis eləyir. Yəni, kafir quru əllə, quru bədənlə bir yerə dəysə, nəcis eləmir. Amma əgər rütubətli oldu, bir yerə sirayət elədi rütubəti, oranı nəcis eləyir.
təthir eləmək lazımdır, paçlamaq lazımdır. Bəli, 50 yaş olsa, rütubətli olsa. Amma o yerdə ki, biz biri ilə rastlaşırıq, yəqinimiz yoxdur, bu kafirdir, təharətə məhkumdur. Araşdırmaya da ehtiyac yoxdur. İbtidai şəkildə bizim üçün o pak hökmündədir. Müsəlman üçün pak hökmündədir. Daha bir salavat deyək. Allahümmə salli əla Muhammed və ali Muhammed.